Herkese salam, mən Zəhra. Başla. Herkese salam, mən Zəhra. Bilirsiniz üzrə Ufazda oxuyuram. Ufaz haqqında o qədər sual gəldi ki, mən də fikirləşdim ki, artıq bu video çəkməyə vaxtıdır. İlk öncə başlayaq Ufaza qeydiyyatdan. Ufaza qeydiyyat may ayında başlayır. Səhv eləmirəmsə, mayın axırları və yaxud da ki, ortaları, iyunun axırı bitir artıq qeydiyyat. İkinci blokdan sonra artıq imtahan prosesi baş verir. Artıq sizin ikinci blokdan sonra rəsmi olaraq cavabınız çıxır. Cavab çıxandan sonra əgər 450 plus balınız varsa, Ufazın daxili imtahanına girə bilirsiniz. Qeydiyyatdan keçəndə orada Ufazın 5 ixtisasını görəcəksiniz. Kompüter elmləri, kimya mühəndisliyi, kimya, neft qaz, bir də geofizika. Bu sıralamanı özünüz eləyirsiniz. Sıralama eləyərkən ən çox istədiyiniz ixtisası birinci yerə yazın. Çünki daxili imtahan nəticəsində siz artıq o sıraya uyğun qəbul olacaqsınız. Ufazın daxili imtahanı necə olur? Suallar nə tip olur? Ufazın daxili imtahanı əsla dimin sualları ilə əlaqəsi olmur, yəni çox fərqli olur. 5 fən olur orada: kimya, fizika, riyaziyyat, ümumi bilik, bir də ingilis dili. Hər fəndən 10 sual olur. 2 səhv, bir düzəltmir. Amma ingilis dili biraz fərqlidir. İngilis dilində 8 sual olur. 8 sual yalnız reading ilə bağlı suallar olur. Bir də esse yazmaq tələb olunur. Essedə 250 söz tələb olunur. Essedə nə hansı tip mövzular olur? Mən özüm hazırlaşanda esseyə daha çox IELTS-da hansı tip esse sualları, mövzular olursa onlar üzrə hazırlaşmışdım. Ki mənə düşən mövzu da təxmini IELTS tipli esse mövzusuydu. Sual verirlər ki, mənə daxili imtahana necə hazırlaşmaq olar? Daxili imtahana mən ekstra bir şey hazırlaşmamışdım digər mövzuları. Tək hazırlaşdığım mövzu ingilis dili idi. İngilis dilindən esse yazma bacarığım yox idi. Buna görə də daha çox GPT-dən və yaxud da ki, belə dostdan falan kömək alırdım ki, nə kimi mövzular yaza bilərəm. Ona yoxun özüm bir neçə dəfə, 2 həftə vaxtım var idi hazırlaşmağa və sadəcə günə bir dənə ya da 2 dənə esse yazırdım. Onu GPT-yə göndərirdim ki, okey, deyəm, burada nələr düzəldə bilərəm, özümü burada daha yaxşı ifadə etmək üçün və yaxud da ki, hansı mövzulardan istifadə edə bilərəm, onları GPT sayəsində hazırlaşmışdım, bu cür hazırlaşmışdım. Mövzular dimin suallarından fərqli olur, lakin ekstra bir çətin olmur, yəni yazmaq mümkündür. Ufaza daxili imtahan balından neçə bal yığsam qəbul olaram, sual cavab verim. Ufazda keçid balı yoxdur, xüsusi bir keçid balı yoxdur. Tək tələbləri odur ki, ingilis dilindən 8 baldan aşağı olmasın. Hər fən 20 bal verir. Totalda dediyim kimi 5 fən olur və hər fən 20 bal verir. Məsələn, mənim ilimdə 2024-də maksimal 100 baldan maksimal bal yığan 64 idi, səhv eləmirəmsə, minimal bal yığan 20 idi. Amma keçən illər 2025-də qəbul olanda isə maksimal bal 81 idi, minimal bal isə təxmini 35 idi. Yəni bu ildən ilə dəyişir, sualların çətinliyi və asadlığına görə dəyişir. Bir də bu sualı da çox verirlər mənə ki, mən informatika üzrə vermişəm, amma Ufazda kimya üzrə imtahan verirsən daxili imtahanında. Əgər mən kimyadan heç bir bilgim yoxdur, 0 yazsam keçə bilərəm ya yox. Təbii ki, bu mümkündür. Kimyanı 0, yəni heç nə bilginiz yoxdursa yazmayıb, digər fənlərdən daha yüksək bal yığıb təbii ki, qəbul ola bilərsiniz. Yəni, amma digər fənlərə daha çox yüksək yazmalısınız ki, qəbul şansınız daha çox artsın. Və bildirdiyim kimi, biraz, məsələn, dimdə 4 səhv bir düz aparırsa, blok imtahanında Ufazda 2 səhv bir düz aparır. Atmayın. Ufazın daxili öz sistemi haqqında danışım biraz da bu haqda məlumatınız olsun. Ufaz imtahanları midterm və finaldan ibarət olur. İldə, yəni bir semestr boyunca 2 dəfə imtahan verirsiniz. Hər imtahan sistemi 20'li bal sistemindən hesablanır. Yəni maksimal bal 20 baldır və siz 10 baldan aşağı bal yazsanız, məsələn, gəldiniz 9 bal yazıb, 9 tonunda 9 bal yazıb, artıq kəsilirsiniz, həmin fənn üzrə kəsilirsiniz. Məsələn, siz Ufazda 6 fən varsa, 6 fən keçirsinizsə, atıram, kimya fənnindən kəsildiniz,
Amma ki, informatika fənnindən yüksək nəticə göstərdiniz. Artıq onların ədədi ortası, təxmini, əgər 10 balı keçirsə, siz artıq ümumi ortalamadan kəsilmiş sayılmırsınız. Yəni, bir fəndən zəif, bir digərindən yüksək bal yığırsınız, artıq onu tarazlayıb və kəsilməyə bilirsiniz. UFAS-ın dərs sistemi tez başlayır. Yəni, sentyabrın əvvəli və yaxud da ki, bəzən avqustun sonu başlayır. May ayının ortaları isə bitir. Tətil sistemi necə olur? Qışda tətilimiz dekabrda bitir, bizim dekabrın ortaları bitir və dekabrın ortası tətilə çıxırsınız. Yanvarın ortası isə yenidən tədrisə başlayırsınız. UFAS-da birinci il siz UFAS-a qəbul olduğunuz zaman ilk birinci gün sizi imtahana çağırırlar. İngilis dili səviyyə imtahanına. Bu səviyyə imtahanı da çox çətin olmur. Orada reading, listening, bir də qrammatika aid suallar olur. Və orada hər tip suallar olur, asan da var, çətin də var və sizin o yazdığınız nəticəyə uyğun sizi 5 qrupa bölürlər. A, B, C, D, Y qruplarına. Əgər Y qrupuna düşsəz, bu ay mən pis qrupdayam deyə düşünməyin. Zaten müəllimlər, pis müəllimlər, zəif müəllimlər olar deyə bir şey də yoxdur. Elə müəllim olur ki, eyni müəllim həm A qrupuna, həm də Y qrupuna dərs keçirir. Yəni orada heç bir fərq yoxdur əslində A-la B-nin, sadəcə ingilis dili səviyyə olaraq fərqlidir. Bu səviyyənin, ingilis dili səviyyəsini bağlamaq üçün də, məsələn, A qrupuna daha dərs sayı olaraq ingilis dili keçirlər. Y qrupuna ingilis dili dərs sayı olaraq daha çox olur. İlin sonunda yenidən ingilis dili imtahanı veririk və o nəticələrə baxanda təxmini görürük ki, Y qrupundakı uşaqların da artıq ingilis dilisi təxminən A qrupunda olan uşaqların səviyyəsinə gəlib çatır. İlk il, yəni sizin oxuduğunuz ilk il ixtisasa görə bölünməyəcəksiniz. Sizin oxuduğunuz qrupda, məsələn, atıram Y qrupunda ya da D qrupunda həm kimya mühəndisliyi olacaq, kimyada oxuyan olacaq, kompüter elmlərində oxuyan, fərqli ixtisaslardan oxuyanacaq. İkinci ildən artıq ixtisasa görə bölünəcəksiniz. UFAS-da əgər birinci il kəsildiniz, ortalamadan, ümumi ortalamadan kəsildiniz, birinci və ikinci semestrdən total olaraq kəsilmişsinizsə, yenidən birinci kursu yenidən oxuyursunuz. Amma bu dəfə ödənişli şəkildə oxuyacaqsınız. Kəsildiyiniz il, yalnız kəsildiyiniz ilin ödənişini eləyirsiniz. Bir də avtomatik olaraq 5-ci ilə qaldığınız üçün bir də 5-ci ilin də ödənişi eləməli olursunuz. Amma məsələn, mən birinci kursda kəsildim, birinci ilin pulunu verirəm, ikinci kursda yenidən pul ödəyəcəm. Xeyr, ikinci kursda o pulu ödəmirsiniz artıq. Birinci il, birinci kursdan kəsilmə şansınız yalnız bir dəfədir. İkinci dəfə artıq kəsilsə, sizə adın suya transfer edilir və yaxud da ki, öz istəyinizlə UFAS-dan çıxa bilərsiniz. Amma digər illərdə bu belə deyil. Məsələn, ikinci kursda kəsildim mən, ikinci kursda səhv etmirəmsə 3 dəfə kəsilmə şansı olur. UFAS-a başlamamışdan əvvəl ingilis dilinə görə səviyyə imtahanı verirsiniz və bu səviyyə imtahanına görə əgər balınız çox-çox aşağıdırsa, siz artıq 2 həftəlik ingilis dili kurslarına gəlirsiniz. Ümumi dərslər başlamamışdan əvvəl 2 həftəlik gəlirsiniz, o dərslərə qoşulursunuz. Yenidən hamı ilə birlikdə 2 həftədən sonra hamı ilə birlikdə dərs sisteminə başlayırsınız. Dərs ili müddətində bütün il tədris ingilis dilində olur. Lakin ikinci kursdan fransız dili əlavə dərs tədris olaraq keçirilir. UFAS-da oxumağa dəyər ya yox. Mən bu öz şəxsi fikrimdə deyil danışacağam. UFAS belə gözlədiyiniz qədər asan deyil, amma çətin də deyil. Yəni oxumaq olur, amma digər universitetlər kimi tələbəlik həyatımı belə mükəmməl yaşayacağım olmur. Biraz çətin olur, imtahan sistemi çox çətin olduğu üçün, yəni öz semestr boyunca imtahanlar çox çətin olduğu üçün davamlı oxumaq məcburiyyətində, dərsi dərsdə oxumaq. Məsələn, digər universitetlərdə, yəni dost tanışlarımı gördüyüm qədər bu o qədər də önəmli bir tələb deyil. Dərsi dərsdə dinləyib öyrənmək, amma bu UFAS-da böyük bir tələb, yəni siz bunu məcbursunuz artıq ki, UFAS-da dərsi dərsdə öyrənəsiniz. Yəni məktəb həyatından, hazırlıq həyatından çox da fərqlənmir. Dərs saatları necə olur UFAS-da? Dərs saatları səhər saat 9-un yarısından axşam saat 4-ə qədər. Bu fix bir saatdır. Adətən bəzi hallarda ilin sonlarında ya da ilin əvvəlində dərs saatları az olduğu üçün daha tez çıxma şansınız olur, amma ümumi olaraq saat 4-də çıxırsınız. Yəni UFAS-da bəzi universitetdə, məsələn Adada və yaxud da ki Xəzərdə eşitmişəm ki, birinci saatım var, ikinci, üçüncü saatım boşdur və dördüncü saatım var. UFAS-da belə şey olmur. Əgər
dərs saatınız 4-ə qədərdirsə, 4-ə qədər davamlı bütün dərslərə girirsiniz. 4 dənə dərsə girirsiniz. Dərs saatı bir dərs 90 dəqiqədir. Bəzi universitetlərdə daha az olur, eşitmişdim, ona görə bildirmək istədim. Bəzi hallarda 6-ya qədər də dərs saatı uzana bilir. Amma bu çox nadir hallarda olur, çox tez-tez olmur. Daha çox yuxarı kurslarda olur bu. O fazla ən çox sevdiyim şey mənim laboratoriyadır. Əsasən də kimya, yəni mənim ixtisasım kimya olduğu üçün kimya laboratoriyasında bu qədər aktiv birinci kursdan işləməyimiz həqiqətən bu mənim üçün çox sevindirici bir hal idi. Çünki artıq mən birinci kursun sonunda, ikinci semestrında laboratoriyaya gedirdim və özüm şəxsi fərqli işlər görürdüm orada. Hətta bir videom da var idi, sabun düzəltdiyim. Əslində o videoları laboratoriyada çəkmək olmaz. Mən onu gizlincə çəkmişdim. Amma yəni siz belə şeylər eləməyin, tutularsınız buradan balınızı kəsər müəllimlər. Təbii ki, hər müəllim eləmir onu, amma yəni də eləyənlər var. Həm də biraz təhlükəsizliyinə, özünüzün təhlükəsizliyinə görə yəni ehtiyac yoxdur. UFAS-ın özünün şəraiti çox yaxşıdır. Yəni mən balaca universitetdir, digər universitetə baxanda çox balacadır. Zaten hər il 190 nəfər qəbul edir ki, əvvəllər 160 nəfər idi, indi 190-a qalxıb şagird sayı, tələbə sayı. Amma ki, yəni çox azdır, balaca universitetdir. Amma buna baxmayaraq həqiqətən şəraiti çox qəşəngdir. Eyni zamanda laboratoriyaları, mən digər universitetlərdən eşidirdim ki, digər universitetlər, yəni kimya üzrə oxuyanlar və yaxud da ki, neft qaz üzrə oxuyanlar bizim qədər bu qədər laboratoriyaya girmir. Digər yəni universitetlərdə, laboratoriyada yəni müəllimlər göstərir həmin o prosesi və siz də izləyirsiniz. Amma o fazla belə bir şeydir ki, siz özünüz partnerinizlə 2 nəfər və yaxud da ki, 3 nəfər onu hazırlayırsınız nəyilərsə. Özünüz həmin təcrübəni aparırsınız. Kimyadan çox danışsaq, biraz kompüter elmlərindən danışaq. Kompüter elmləri haqqında çox belə məlumatlı deyiləm. Amma mən birinci kursda bütün fənləri keçirdim. Yəni kompüter, informatika fənlərini də keçirdim. Oradan özümün belə təcrübə etdiyim şeyləri danışım qısaca. Necə ki, kimyada hər şey özümüz təcrübə edərək öyrənirdik. Eyni zamanda informatika fənni üzrə də belə idi bu. Biz SAP dərsi keçirdik. SAP dərsində həm exercise dərsimiz olurdu, həm leksiya dərsimiz, həm practical work dərsimiz olurdu. Yəni 3 dənə eyni fənni praktikasında eləyirdik eyni zamanda. Praktika dərsində nə edirdik əsasən? Gedirdik, bizə task verilirdi və özümüz fərdi oturub o taskı işləmə məcburiyyətindəydik. Lazım gələrdi, müəllimdən kömək alırdıq orada, o heç. Amma bu artıq bizim, yəni heç kim gəlib sənə nəsə öyrətmir praktika dərsini. Özünüz artıq oturub həmin şeyi, həmin kodu özünüz yazmalıydınız. İlk il Python və C keçirilir. Və semestr sonunda SAP üzrə imtahan necə olur? Sadəcə SAP üzrə bir imtahan olur, yəni midterm və yaxud da ki, final imtahanı olmur, bir imtahan olur, final imtahanı olur SAP üzrə və plus da final project olur. Final projectdə artıq sizə böyük bir project verilir və sizə həmin semestr üzrə, məsələn, Python keçmişsinizsə, Python üzrə o kodu yazırsınız. Mən o vaxt bizim qrup 5 nəfərlik qrup yaratmışdıq. Və bu qrupda bizə verilən task Uno oyununun kodunu yazmaq idi və biz bunu Pythonda yazdıq. Başqa bir çox oyunlar, məsələn, şahmat oyununun, məsələn, keçən illəri biz C-də bank sisteminin kodunu yazmışdıq və yaxud da ki, bəzi qruplar xəstəxana sisteminin, xəstəxana qeydiyyat falan bunun sisteminin kodunu yazmışdılar. Biraz da müəllimlər haqqında danışım. Bəzi müəllimlərimiz bizim orada xarici müəllimlərimiz var. Birinci il çox da xarici müəllimlər bizə dərs keçmir. Əsasən bu 2-ci kursdan, 3-cü kursdan, yəni ixtisas fənlərimizi keçdiyimiz zaman Strasburqdan müəllimlər gəlir və bir həftə ərzində yalnız o fənni keçirsiniz və o fənn üzrə sizə dərs keçirlər və gedirlər. Bir həftədən sonra siz onun həmin fənnin imtahanını verirsiniz. Amma birinci ildə bu çox da belə olmur. Əsasən Azərbaycanlı müəllimlər dərs keçir. Təbii ki, xarici müəllimlər keçənlər var idi. Məsələn, SAP müəllimimiz bizim Nahla teacher idi. O özü haraldı bilmirəm. Bir də Maksim teacherimiz var idi. O da fransız idi özü. Mən favorim Lukas müəllim Braziliyalı idi. O bizə geofizika dərsini keçirdi, geologiyanı. Mənim ən çox çətinlik çəkdiyim fən orada fizika idi.
əslində belə baxanda informatika ilə heç bir bilgim yox idi, amma informatikanın, yəni SAP dərsini çox yaxşı keçirdilər və mən artıq həqiqətən SAP-dən Python-dan başım çıxırdı da yəni. Amma daha çox çətinlik çəkdiyim fizika idi. Çünki riyaziyyatdır, kimyadır, bunlar dillə az da olsa oxşarlıqları var idi. Az da olsa demirəm %100, amma az da olsa oxşarlıq var idi. Amma fizikanın heç bir əlaqəsi yoxdur, yəni dildəki ilə tamamilə fərqli mövzu. Mövzu fərqli deyil də, keçdiyimiz şeylər çox fərqli idi. Ona görə yəni çətinlik çəkirdim mən fizikadan. Amma onu da həll eləmək olur. Yəni siz düşünməyin ki, hə Ufaza gəldim, müəllimlər kömək olmur, dərsini keçib getdi. Xeyr, müəllimlər həqiqətən orada sizə kömək olmaq üçün əlindən gələnlər eləyirlər. Eyni zamanda da orada öz qrup yoldaşlarınız da yəni köməklik istəsəniz təbii ki eləyəcəklər. Mən həmişə fizikadan çətinlik çəkdiyimə görə dərsdən əlavə qalırdıq biz orada uşaqlarla. Kim ki həmin fənni bilirdi, gəlirdimsə mənə izah eləyirdi ya da topluca izah eləyirdilər. Yəni belə şeylər çox olur fazla. Və yaxud da ki, hər hansısa bir fəndən ya da mövzudan zəifliyiniz varsa, bunu müəllimə qrup olaraq bildirsəz, müəllim əlavə dərs saatı da salır sizin üçün. Ufaz tərifləri bəstəyi pis deyildir, bəstəyi. Ufazın pis olan cəhətləri həqiqətən saatının çox olmasıdır və həqiqətən yorulur insan. Yəni səhər çağından axşam 4-ə qədər dayanmadan dərs keçirsiniz və evə gəlirsiniz, həqiqətən insan beyin olaraq yorulur. Yəni bədən olaraq, belə fiziki olaraq yorulmasa da mental olaraq həqiqətən insan çox yorulur. Yəni o dərslərdən sonra. Bu məsələ mənim ən çox çətinlik çəkdiyim mövzu. Mənim bütün dostlarım digər universitetlərdə oxuyanlar günorta çıxırdılar. Mən saat 4-də çıxırdım və heç vaxt görüşə bilmirdik biz ortaq vaxtlar. Yəni bu kimi şeylərdə həm biraz çətinlik çəkmək olur, amma məncə Ufazda dəyər. Mən necə Ufazı seçdim? Bu haqqda danışım biraz. Mən necə Ufazı seçdim? Mən kimya üzrə verirdim imtahanı və ümumi universitetləri araşdırırdım ki, hansı universitet yaxşıdır. Və araşdırdıqlarım üzrə, yəni təbii ki, Ufaz Azərbaycanın top 3-də Adadır, Banamdır və Ufazdır. Bu üç universitet arasında Adada kimya üzrə ixtisas, yəni mənim yığdığım bal üzrə ixtisas yox idi. Mən 500 bal yığmışdım və 500 bal üzrə, yəni mənim istədiyim ixtisas yox idi Adada. Adanı birbaşa seçimlərin arasından çıxartdım. Yerdə qalırdı Banım. Banıma da o qədər balım çatmayacağını bilirdim, yəni o qədər balım da yox idi. Və belə baxdım ki, seçə biləcəyim tək yaxşı universitet Ufazdır. Ufaz olmasaydı bəlkə hansı universitet olardı, Xəzəri bəlkə seçərdim, amma yenə də mən qərar verdiyim gündən ki, mən hansı gün ki qərar verdim, mən birinci qrup üzrə gedirəm və o gündən mən Ufaz istəmişdim və qəbul da oldum. Mən əslində kimya mühəndisliyini birinci yazmışdım qeydiyyat zamanı, amma kimyaya düşdüm. Təbii ki, yəni Ufazın daxili imtahanının balıma görə, yəni daha aşağı olduğuna görə kimyaya düşdüm. Amma peşmanam, xeyr, əslində indiki ağlım olsa kimyanı birinci yerə yazardım. Bunun səbəbini mən özümə görə açıqlayım. Mən gördüm ki, yəni kimya mühəndisliyi mənim seçimlərimi azaldır, həm iş baxımından, həm də ki, gələcəkdə master üçün seçim eləyəcəyim zaman. Amma kimya daha belə geniş alandır və iş seçimi olaraq mən məsələn atıram, tibbi üzrə də tibbi laboratoriyalarda da işləyə bilərəm. Yəni demək istədiyim seçim olaraq çoxdur şansım. Eyni zamanda da master'a xarici ölkəyə getsəm, yəni bu zamanda seçimim çox olacaq. Ona görə kimya daha çox sevirəm. Və belə bir şey də var ki, məsələn mən kimyanı daha çox sevirəm, nəinki fizikanı, amma kimya mühəndisliyini oxusaydım, kimya mühəndisliyi daha çox fiziki yönümlüdür, amma kimya özü daha çox kimya yönümlü olduğu üçün, yəni belə. Ümumi deyəcəklərim bu qədər. Əgər əlavə sualınız olsa, yenə də yaza bilərsiniz, cavablandıraram səvə-səvə. Nəysə, bay bay, uğurlar hər birinizə.